2018-2025-ci illərdə ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla 4 milyon nəfər əhatə edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev Əməyin Mühafizəsi günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsir mövzusunda keçirilən konfransda belə deyib. Bildirib ki, nəticədə həmin dövrdə minimum əmək haqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Əmək müqavilələrinin sayı 556 min və ya 42% artmış və bu artımın 90%-i özəl sektorun payına düşmüşdür. Qeyd olunan müddət ərzində Əmək Haqqı Fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artmışdır. Şəhid ailələri və müharibə əhlilərinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilmiş, Vətən müharibəsindən sonraki dövrdə bu kateqoriyadan olan 131 min unikal şəxsə ümumilikdə 380 minə yaxın sosial xidmət göstərilmişdir.